Ha, Padabiyek bir dənə ev çıxıb satışa. Harda? düz bu yolun üstündə. Bax bu yolun üstündə. Dostlar, bax gördüyünüz yolun üstündə Padabiyek 6 sot 60, 6 sot 70-in içində Kupcalı evimi çıxıb satışa. Elə neynə bunu? Obyekt. Keçə yara evə. Dostlar, gördüyünüz ana yolun üstü. Yəni ideal bir ərazi, 2 dənə də ev. Bəli. 2 dənə də belə Möhtəşəm bir ev. evdir. Bax düz birinci yol. Bax buraların hamısını sök, elə nə obyekt. Bu insan Obyekt. torpağının pulunu istəyir, amma ki evi göstərək. Göstərək. Bax dostlar, 6 sot 60-ın içindədir. Bax belə evdən də istifadə edə bilərsiniz. Yəni buranın ən böyük özəlliyi, buranın ən böyük özəlliyi bunun torpağıdır. Bəli. Buraların hamısını söksən, düz promo yana yoldur. Əsas qlavnu yol, ən işlək bir yoldur. Yolu göstərdim dostlar. Maştağanın içidir. Əzizin tininə gedən yolun tam olaraq üstündədir. Bax burada da yaşaya da bilərsiniz və yaxud da yenə də təkrar edeyim. Bu ev sahibi o niyyətinə satır ki, al, obyekt elə. Bax həyət də belə kvadratdır. Çox möhtəşəm bir yerdir. Keçək o birini Keçək o birinə. Dostlar, o birini də sizə heç nə qaranlıq qalmasın. Bax buraları sökdünüz. Bax bir dənə baxın, bax bu evi sökdünüz. Hamısı açılır. 6 sot 70. Bax budur. Gördünüz, sökdünüz. Buradan da çıxdın qapıdan həmin mərkəzi yoldur. Bax belə diqqətlə baxın ki, kvadratdır. Bu tərəfi də yoldur. Bu tərəfi qlavnu yoldur. Bu da məhəllə arası obyekt yoldur. sizə aid. Dostlar, keçək bu bir evimizə. Əslində heç evi göstərməyə sahilə ehtiyac yoxdur. Nəyə görə? Burada ehtiyac Buranı yoxdur. alan- Sadəcə buranın həyəti də möhtəşəm. Baba, Belə bir belə. otaq var burada hazır. Burada da otaqdır. Bu da belədir. Bax, burada belə. Hamısı özəl mülkiyyətdir. Bir daha təkrar eləyim. Bunu satan insan obyekt niyyətindən satır. Yəni ki, buranı elə obyekt. Bu tərəfi ara yoldur. Bu tərəfi Padabiyek yoldur. Bax, bir daha da təkrar eləyim ki, hamısını bunun belə sökürsən. 6 sot 70. Bəli, Yeddi qiymət sota olaraq yaxın. dostlar şok bir dənə qiymət. Neçəyə? Turan 370 min manat. 370 min Paket manat. kupcalı, Özəl mülkiyyətdir, xüsusi Bəli, bəli. mülkiyyətdir. obyektə yararlıdır, yol qırağıdır, tam yolu çəkmədik ki evi görürlər. Amma 050. əsas əzizin tininə girəndə düz Maştağanın tam mərkəzidir. Nə istəsən burada eləyə bilərsən. Nə istəsən, Bəli, obyekt, bəli. restoran, dükan, yəni hər şeyə yarayır. Bir halda ki, qabağı 1 saniyə boş qalmır. Ən qaynaq, ən işlək bir yerdədir. Avtobus xəttini də gördülər. Bütün şəhərə gedən marşrutlar da qarşısından keçir. 050 756 00 47 tələsin döstər Takib at, yazın inşallah. Padabiyek.